Bəs Azər müəllim, yeni ifa etdiyiniz Anam çörək yapır mahnısında da mı yeni elementlər aşkar etdiniz ifanız zamanı? Təbii ki etdim. Bu da bizim gözəl bəstəkarımız Tahir Əkbərin mahnısıdır. Bu mahnını mən eşidən kimi sevdim, aranjmanını eşidəndə mənim gözlərim doldu. Artıq təsəvvür elədim ki, bunu mən necə oxuyacağım. Əlbəttə ki, burada da yeni elementlər oldu. Burada həm mahnının özü, həm orada deklamasiya hissəsi var, danışıq hissəsi var, həm muğam hissəsi var. Bunların hamısını qatdıq bir-birinə və nəticədə mənim elə insanlara, xalqımıza təqdim etmək arzusunda olduğum bir nəğmə yarandı. Və gəlin bu arzunu bir daha reallaşdıraq, həm də tamaşaçılarımızda artıq bir maraq doğurub ki, görəsən hansı tərzdə ifa edib Azər müəllim. Yenidən buyurardı səhnəmizə və bu gözəl ifanı bizi milyonlarla tamaşaçılara təqdim edərdiniz. Zümzüme eder gündeni düze düze, anam çörek yapırdı, tendirden od yağırdı. Anam çörek yapırdı, tendirden od yağırdı. Anam çörek yapırdı, tendirden od yağırdı. Benim ay gülü anam, gümüş saçlı ay sona, yine kala tendiri, o an kaytar geri. Kabarlı ellerinle bir sığal çek elime, uşaklık çağlarımı kaytar benim ömrüm, kaytar benim ömrüm. Güneş gülümseyirdi, tendir tüstüleyirdi. Anamın yanakları laleye benzeyirdi. Güneş gülümseyirdi, tendir tüstüleyirdi. Anamın yanakları laleye benzeyirdi. Saçlı ay sona, yine kala tendiri, o an kaytar geri. Damarlı ellerinle bir sığal çek elime, uşaklık çağlarımı kaytar benim ömrüme, kaytar benim ömrüme. Yadında mı ayana, yadında mı ayana, mənə çörək yapardın. Qorxardım yıxılarsan ətəyindən tutardım. Qurban olum ayana, ola zaman dayana, o günün əsretiyle koyma yüreğim yana. Benim ay gül anam, gümüş saçlı ay sonam, yine kala tendiri, o an kaytar geri. Kabarlı el
Var olun Azər müəllim.